Salam, axşamınız xeyir olsun. Bugün 20 may 2026-cı il. Sizlərə daha bir süfrə sortu üzüm təqdim etmək istəyirəm. Şahin Muskat. Bu mənşəyi seleksiyası Koreya məxsusdur və dünyanın ən bahalı üzümlərindən biri sayılır. Çünki tamamilə görünüşü də, dadı da tamamilə fərqli bir sortdur. Bir şey də qeyd edim ki, bax, bu sort mənim keçən il ştil və ya çubuq satmamağımın səbəbkarlarından biridir. Bu da Şahin Muskatdır, bu iki ağaçdır. Bu da Şahin Muskatdır. Birini Özbəkistandan almışıq, digəri isə Ukraynadan. Baxın, hər iki sortda yarpaqlar tamamilə fərqlidir. Düzdür, o meyvə verib, ancaq bunda hələ ki meyvə yoxdur və yarpaqlarından da bəlli olduğu kimi ya Ukraynadan aldığım insan, ya Özbəkistandan aldığım. Amma hansısa mütləq kəlladır. Və ona görə sizləri də bilərəkdən, bilməyərəkdən aldatmamaq üçün və ya aldanmağınıza səbəb olmamaq üçün mən ştil satmadım. Nə çubuq, nə ştil satmadım. Çünki hər kəs əkir ki, bəhrəsini görsün və müəyyən həvəs olur da. Sizlərin həvəsinizi qırmamaq üçün, sizləri bilərəkdən və yaxud bilməyərəkdən aldatmamaqdan ötürü satmadım. İnşallah ki, bu il gördüyünüz kimi məhsul var üzərində. Bu il sortu dəqiqləşdikdən sonra ştil və çubuq satışına başlanacaqdır. Baxın, hər bir qeyd etdiyim sortların ştilləri var və artıq gördüyünüz kimi tumurcuq da var. İnşallah ki, bu il sort dəqiqləşsin, paisdə ştil və çubuq satışına başlanacaqdır.